Britaniya baş naziri ölkənin müdafiə xərclərinin artırılacağını deyib. Ukraynada Putin təcavüzü dayanmır. Rusiya casus gəmiləri sularımızı təhdid edir. Rusiya təyyarələri hava məkanımıza daxil olur. Rusiya kiber hücumları bizim səhiyyə sistemimizi vurur. Və cəmi 7 il əvvəl Salisbury küçələrində günorta saatlarında Rusiyanın kimyəvi silah hücumu oldu. Biz bundan gizlənə bilmərik. Keir Starmer jurnalistlərə deyib ki, bu, soyuq müharibədən bəri müdafiə xərclərinin ən böyük davamlı artımıdır. Onun sözlərinə görə, müdafiə xərclərinin artımı dənizaşırı yardım xərclərinin azaldılması ilə təmin edilə bilər. Baş nazirin bu açıqlaması gözlənilməz olub. Prezident Donald Trump vəzifəyə başladıqdan sonra Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukraynadakı müharibəni bitirmək barədə müzakirələrə başlayıb. Bu müzakirələrə Ukrayna və Avropa ölkələri dəvət edilməyib. Prezident Trump həmçinin 90 gün ərzində bütün xarici yardımları dayandırmaq istədiyini deyib. Ukraynaya hərbi yardımın 40%-i Birləşmiş Ştatlardan gəlir. Avropa ölkələri Ukraynanı tək qoymayacaqlarını deyirlər. Avropa liderləri Rusiyadan gələ biləcək təhlükələrdən ehtiyatlanaraq, öz təhlükəsizliklərinin qayğısına qalmaq üçün daha çox məsuliyyət götürməyə başlayıblar.